Salam, hər vaxtınız xeyir olsun. Biz bugün 6-cı sinif coğrafya kitabından bölmə 1.2 məkanın miqyası mövzusuna izahına baxacağıq. Mövzuya keçmədən öncə bizə belə kiçik mətn verilib. Gəlin mətni oxuyaq və təhlil edək. Yer kürəsinin hava keyfiyyəti nəzarət edən şirkətlərdən bir hesabatına görə 2022-ci ildə dünya əhalisinin təxminən 90%-i sağlamlıq üçün ziyanlı olan hava çirklənməsi ilə üzləşib. Hesabatda 2022-ci ildə ən çox çirklənmiş məkan Pakistan Lahor şəhəri müəyyən edilib. Lahorda hava çirklənməsi durmadan artır. Çirklənmiş hava şəhəri dumana bürüyür. Nəticədə bəzi hallarda təyyarə uçuşlar dayanır, böyük yollar bağlanır və vətəndaşların sağlamlığına ciddi ziyan dəyir. Ümumi Səhiyyə Təşkilatı şəhər havasının təhlükəli çirklənmə səviyyəsi ilə bağlı bir sıra tövsiyələr vermişdir. Gəlin mətni oxuduq, gəlin təhlil edək mətni. 2022-ci il dünya əhalisi 90%, yəni təxminən 90% ziyanlı hava şəraitində üzləşib, yəni çirkli hava şəraitində üzləşir. Hesabatda 2022-ci ildə ən çox çirklənməyə məruz qalmış məkan Pakistan Lahor şəhəri müəyyən edilib. Daha sonra dedik, Lahorda tozlu hava dumana qarşı və tozlu hava şəraiti yaradır. Bu nəticəsində dedik ki, təyyarələrin uçuşları dayanır, böyük yollarda bağlanır. Sonra vətəndaşların sağlamlığına ciddi ziyan dəyir. Ümumi Səhiyyə Təşkilatı Lahor şəhəri üçün müəyyən tədbirlər həyata keçirməyə çalışmışdı. Yəni mətn 17 mart 2023-cü ilə dairdir. Daha sonra isə mətni oxuduq. Gəlin mövzu ilə daha yaxından tanış olaq. Lahor şəhəri Pakistan ikinci ən böyük şəhərdir. Şəhər əhalinin sayı 13 milyondan çoxdur. Lahorda havanın çirklənməsi sürətlə artıb. Bunun səbəbləri çoxdur. Avtomobillərin sayının artması, sənaye obyektlərinin çoxluğu, yanacaqla işləyən elektrik stansiyaları, tullantıların miqdarının artması, meşə sahələrinin məhv edilməsi. Son illərdə Lahorda magistralların yeraltı və yerüstü keçidlərin tikisinə dair layihələr həyata keçirilmişdir. Buna baxmayaraq, Lahorda hava çirkliliyi lokal, yəni yerli miqyasdan çıxmış və regional səviyyədə problemə çevrilmişdir. Mətni oxuduq, yaxından təhlil edək. Dedik, Lahor Pakistanın ikinci ən böyük şəhəridir. Əhalisi 13 milyondan çoxdur. Hava çirklənməsinin əsas səbəblərindən biri dedik ki, burada qeyd olunub avtomobillərin sayının artması, sənaye obyektlərinin çoxluğu, yanacaqla işləyən elektrik stansiyalarının çoxluğu, sonra tullantıların miqdarının artması, meşə sahələrinin qırılmasıdır. Bəs Lahor bunun üçün nə idi? Yəni havanı təmizləmək üçün. Baxın, yeraltı və yerüstü keçidlərin tikintisi dair layihələr həyata keçirmişdir. Buna baxmayaraq qeyd olunur ki, Lahorda hava çirkliliyi lokaldan, yəni yerli miqyasdan çıxmış və regional səviyyəyə çevrilmişdir. Biz mövzunun davamında lokal və regional səviyyə haqqında da öyrənəcəyik. Yəni bunların nə demək olduğunu öyrənəcəyik. Daha sonra isə gəlin mətnlə bağlı sualları cavablandıraq. Birinci sualda bizə belə deyir, mətnə əsasən sualları cavab verin. Aya baxaq. Yazda hansı çirklənmələr bəhs olunub? Yəni səs-küy çirklənməsi, su çirklənməsi, torpaq çirklənməsi, iqtisadi çirklənmələrdən bəhs olunub. Yəni bunun səbəbi də burada qeyd olunub. Avtomobillərin sayının artması, sənaye obyektlərinin çoxluğu, yanacaqla işləyən elektrik stansiyalarının çoxluğu, tullantılar miqdarının artması, meşələrin məhv edilməsidir. Daha sonra B-yə baxaq. Çirklənmənin səbəbləri nədir? Onun mənfi təsirləri varmı? Gəlin baxaq. Çirklənmənin səbəbləri bu ola bilər. Sənaye obyektlərinin çoxluğu, tullantıların artması, meşələrin qırılması, avtomobillərin həddindən artıq istifadə olunması, daha sonra düzgün şəhərləşmə olmaması qeyd eləmək olar. Bəs bunun mənfi cəhəti nədir? Dedik ki, insanlarda stresslərin artması, xəstəliklərin artması, sonra ekoloji problemlərin yaranması, sonra qidalanmaya təsiri, yəni qida zəhərlənməsinin baş verməsi. Sonra baxaq, sizcə Səhiyyə Təşkilatı hansı tövsiyələri verə bilər? Yəni, hansı tövsiyələri verə bilər? Yaşıllıq zolaqların salınması, sənaye obyektlərinə ciddi nəzarət, sonra yerə zibil atmaqla bağlı külli miqdarda xərclərin tətbiq olunması, həmçinin su obyektlərinə nəzarət və digər obyektlərin nəzarəti ciddi şəkildə
nəzarət olunması nəticəsində hava kirliliyi azala bilər. Daha sonra ikinci suala baxaq. A şəklinə görə sualları cavablandır və tapşırıqları yerinə yetirin. Şəkil haqqında nə deyə bilərsiniz? Baxın, A şəklində budur. Görürük, çirkli və dumanlı hava şəraitidir. Yəni şəkildə Lahor şəhəri qeyd olunub. Yəni Lahor şəhərində qeyd olunmuşdur ki, yəni baxın, duman bürüyür və nəticədə təyyarə uçuşlar dayanır, yollar bağlanır, vətəndaşların sağlamlığı üçün ciddi ziyan dəyir. Daha sonra şəklin yerləşdiyi yeri B xəritəsində müəyyən edin. Baxın, gəlin müəyyən eləyək. Baxın, buradadır. Yəni Lahor şəhəri baxın buradadır. Ölkənin şimal-şərqində yerləşir. Daha sonra B xəritəsində havanın çirklənmədiyi ərazilər əks olunmuşdur. Sizə xəritədə bu ərazilər nə üçün təsvir olunub? Gəlin baxaq. Ölkənin baxın şimal hissəsi, daha sonra cənub-qərb, şimal-qərb hissələri çirklənməyə daha az məruz qalmışdır. Bunun səbəbi nədir? Bunun səbəbi əhalinin burada seyrə məşğullaşması, dağlıq ərazi olması, burada çirklənməyə daha az məruz qalmışdır. Daha sonra isə mətnə davam eləyək. Şərqi və Cənubi Asiya regionu dünyada çirkli hava müşahidə olunduğu ərazilər kimi seçilir. Burada Çin, Hindistan, Pakistan, Bangladeş və s. ölkələr daha çox çirklənməyə məruz qalmışdır. Əhalisinin sayının çox olunması, sənaye obyektlərin gecə-gündüz işlənməsi, ətraf mühitə, xüsusilə havanın təmizliyinə mənfi təsir göstərir. Çin və Hindistanda hər il xeyli sayda insan hava çirklənməsi səbəbindən xəstəliklər tutur. Ona görə də bu ərazilərdə yerləşən ölkələr havanın çirklənməsinin qarşılığını almaq üçün böyük miqdarda vəsait xərcləyir, yəni pulları xərcləyir. Məsələn, bu ölkələrin hökumətləri havanın təmizlənməsi ilə bağlı qanunlar sərtləşdirilmişdir. Sonra çoxlu ağaca əkilməsi, tullantıların təkrar emal edilməsi, yanacaq keyfiyyətinin artırılması və s. kimi tədbirlər həyata keçirilmişdir. Hava çirklənməsi təkcə Şərqi və Cənubi Asiya regionunda deyil, həmçinin bütün dünyada da mənfi təsir edir. Bu problem məkanlar lokal, məkandan regional və qlobal məkan səviyyəsinə qədər böyümüşdür. Son illərdə dünya əhalisi, bitki və canlı aləm qlobal miqyasda havanın çirklənməsi təsirinə məruz qalır. Bu isə insanlarda ətraf mühitdə həssas və məsuliyyətli yanaşmaq tələb edir. Mətni oxuduqca sualları cavablandıraq. Üçüncü tapşırığa baxaq. C xəritəsinin əsasən tapşırıqları yerinə yetirin və sualları cavablandırın. Baxın, C xəritəsi budur. Gəlin baxaq. Havası ən təmiz olan ilk 3 ölkənin adını söyləyin və bu ölkələri xəritədə göstərin. Gəlin baxaq. Burada qeyd olunub Yaponiya, Sinqapur və Filippindir. Gəlin xəritədə göstərək. Baxın, Yaponiya, sonra Sinqapur. Baxın, bir sədə olacaq kiçik dövlətdə, sonra Filippin. Daha sonra suallara baxaq. Böyle deyir, havası ən çirkli olan ölkələr hansılardır? Bu ölkələr hava çirkli hansı ölkələr üçün təhlükə yaradır? Ən çirkli ölkələr baxın, Bangladeş, Pakistan, Hindistan. Gəlin göstərək bu xəritədə deyirlər. Hindistan. Baxın, gəlin göstərək elə. Baxın, Bangladeş, Hindistan və Pakistandır. Gəlin Pakistan hava çirkliyi Əfqanistan üçün təhlükəlidir. Hindistan hava çirkliyi Nepal üçün, daha sonra Çin üçün təhlükəlidir. Bangladeshin də hava çirkliliyi Myanmar üçün təhlükəli şərait yaradır. Daha sonra 4-ə baxaq. D şəklini istinad edərək tapşırıqları yerinə yetirin. D şəkli baxın budur. Gəlin suallar cavablandıraq. 2 qitə seçin və qlobal istiləşmə səviyyəsinə görə müqayisə edin. Gəlin seçək. Baxın, burada bizə temperatur şkalası verilib. Biz burada Asiya və Avropa götürə bilərik. Yəni 2-3 dərəcə arasında dəyişir. Fikir verirsinizsə, rənglərdə gördüyünüz kimi temperatur 2-3 dərəcə arasında dəyişir. Yəni istiləşməyə doğru gedir. Və Avstraliya və Cənubi Amerikanı biz burada götürə bilərik. Burada temperatur 1-2 dərəcə doğru istiləşməyə doğru gedir. Yəni dedik, Avropa və Asiyada istiləşmə 2-3 dərəcə çox sürətli şəkildə gedir. Avstraliya və Cənubi Amerikada isə bu nisbətən yavaş gedir. Daha sonra B şəklində B-yə baxaq. Qlobal istiləşmənin lokal, regional və qlobal təsirlərini müzakirə edin. Gəl müzakirə edək. Qlobal istiləşmənin lokal xarakteri ərazilərdə ərazi quraqlaşır, xəstəliklər yayılır. Qlobal səviyyədə
regional səviyyədə nə ola bilər? Regional səviyyədə yəni yağıntıların rejimi pozula bilər. Yəni yağıntılar aylar üzrə bölünür bildiyimiz üzrə. Yəni yağıntılar müəyyən müddətdə çox düşə bilər, müəyyən müddətdə az düşə bilər. Bu nəticəsində torpaq sürüşməsi, sel, daşqınları baş verə bilər. Bəs qlobal təsir necə ola bilər? Yəni Antarktidada və şimal qütbündə buzlar əriməsi okeanların səviyyəsinin artmasına gətirib çıxarda bilər. Bu da sahil ərazilərinin su altında qalmasına gətirib çıxardır. Daha sonra 5-ə baxaq. Hansı çirklənmə növü hava, su, torpaq və seçin və onun lokal, regional və qlobal miqyasda təsirlərini müzakirə edin. Gəlin suyu götürək. Məsəl üçün lokal səviyyədə su, məsəl üçün bir ölkə ərazisindən tranzit çay axır, yəni başlayır və digər ölkələr arasında davam edərək okeana tökülür. Bu nəticəsində həmin ölkənin başladığı ölkədə, yəni lokal səviyyədə ərazinin sənaye obyektlərinin çirkabları həmin çay axıdılır, həmin çayda digər ölkələrdən keçir, yəni və bu regional xarakter daşıyır. Daha sonra isə həmin çay da digər ölkələrdən keçərək okeana tökülür. Bu da qlobal bir problemə çevrilir. Daha sonra ölkəmizdə lokal və regional miqyasda rastlaşdığımız çirklənməyə aid nümunə göstərin. Biz bura neftlə çirklənmiş əraziləri göstərə bilərik. Baxın, məsəl üçün deyək ki, Azərbaycan Xəzər dənizinə neft çıxardı. Bu nəticəsində Xəzər dənizi çirklənməyə məruz qalır. Çirklənmə nəticəsində qonşu ölkələr dedi ki, bundan təsir altına düşür. Bu da regional çirklənmə gətirib çıxardır. Mövzumuz bu qədər. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın.